Yeniyetməlik dövrü nədən böhranlı keçir? Bunun həm obyektiv, həm subyektiv səbəbləri var. Subyektiv səbəblərindən başlayacağım. Kiçik yaş dövründə, 0-2 yaş dövründə əgər ana övladının emosional, fiziki ehtiyaclarını doya-doya qarşılayarsa, körpə övlad emosional, fiziki doyumluluq yaşayar, anasına güvənli bağlanır. Və 2 yaşdan sonra da güvənli ayrılmağa başlayar. 2 yaşdan sonra təbii ki, yəni öz məni də oyanmağa başlayır, eyni zamanda xarakteri də formalaşmağa başlayır 2 yaşdan sonra. Bu yaş dövründə valideynlər çalışmalıdır. Birinci, övladlarının ev şəraitini onlar üçün çox təhlükəsiz bir vəziyyətə gətirmək lazımdır ki, onlar kəşf etsinlər, oyun oynasınlar, öyrənsinlər. Onlar bu dövrdə maksimum dərəcədə çalışmaq lazımdır ki, olmazlar az deyilsin. Qaçma, atılma, düşmə, əlini vurma, toxunma. Bu onları inatlaşdırar, aqressivləşdirir. Onlara sən bacarmazsan, sən bilməzsən, sən hələ uşaqsan, gələcəkdə öyrənəcəksən, bunu sonra deyəcəm sənə kimi təzyiq formaları göstərdikdə bunlar öz öfkələrini, qəzəblərini, əsəblərini, aqressiyalarını içlərinə bastırırlar. Yəni valideyn də, yəni sən mənə qışqıra bilmərsən, mən sənə qışqıraram, belə bir yanaşma ilə yanaşır övladına. Sən kimsən ki, mənə qışqırırsan, üstümə bağırırsan. Yəni imkan vermirlər ki, bu dövrdə övlad içinə yığılmış o artıq enerjidən həm hərəkət edərək azad olsun, həm də oyunlar vasitəsilə azad olsun. Yəni, məcburən övlad da nə edir? Bunu içinə bastırır, şuur altına bastırır. Yəni, bu öfkənin, qəzəbin ortaya çıxma dövrü yeniyetməlik dövrünə tuş gəlir. Bu və ya digər formada aqressiv bir yeniyetmə ilə rastlaşırıq, məcburən rastlaşırıq. Obyektiv səbəblər də ondan irəli gəlir ki, yeniyetməlik dövründə beyində müəyyən dəyişikliklər baş verir. Beynin əksər hissəsi, böyük hissəsi miyelin və boz maddə deyilən maddələrlə əhatə olur. Bu da yəni beynin elə ki, neyronlar arasında əlaqələri, beynin hissələri arasında əlaqələri, mərkəzləri arasında əlaqələri qat-qat intensivləşdirir. Nə qədər ki, hələ ki, ön beyin, yəni məntiq və ağıl hələ fəaliyyətə keçməyib, övladımızda məcburən duyğuları aktivləşir, hərəkətə keçir. Çox həssas olur, həzz mərkəzləri hərəkətə keçir, çox həssas olur övladımız. Gün ərzində əhval-ruhiyyəsi bir neçə dəfə dəyişir, dopamin dəyişkənliyi baş verdiyi səbəbindən, hormonal dəyişiklik baş verdiyi səbəbindən bir gün ərzində əhval-ruhiyyəsi bir neçə dəfə dəyişir. Bu da sözsüz ki, onun hərəkətlərində öz əksini tapır. Valideyn nə etməlidir? Valideyn maksimum səbirli olmalıdır. Valideyn övladın altı varoluşun altı boyutu var. Bunu istəyir ana olsun, istəyir ata olsun, hər gün, hər saat canlı tutmalıdırlar. Sən bir şəxsiyyətsən, ancaq eyni zamanda sən bir ailəmizin bir parçasısan. Sənə dəyər veririk, səni sevirik, səni qarşılıqsız, təmənnasız sevirik. Sən nə istəsən, etsən də biz səni həmişə sevəcəyik. Sənə güvənirik, sənə inanırıq, sən uğurlu olacaqsan. Sən özün də güvən, sən özün də özünə inan. Sənin potensialın sonsuzdur. Bu altı boy prinsipi valideynlər səhər, günorta, axşam üz-üzə söhbətdə, davranışlarında, üz mimikaları ilə, hərəkətlərinə canlı tutmalıdırlar ki, övlad təmkinli olsun, sakit olsun, öz duyğularını idarə edə bilən olsun, öfkələnəndə onu başa düşmək lazımdır, qəzəblənəndə başa düşmək lazımdır, qapını çırpanda başa düşmək lazımdır ki, yəni bu keçici dövrdür, bu keçici dövrdür. Bu yeniyetməlik dövrü ilə bağlı daha geniş məlumatlı Valideynlərin ən sevimli dostu kitabından əldə edə bilərsiniz.